Deməli, salam əzizləyicilər. Bugün BMW F30'dan danışacağım. Deməli, bu gördüyünüz F30'un sahibi buradadır, qardaşımızdır. Yaxınlaşıb dünən yanımıza ki, bir dənə maşını yoxlanan şeylə görə nə problemləri varsa aşkar eləyək. Lazım olan şeyləri də düzəldək. Atası da arxa kadrdadır, sadəcə olaraq düşmək istəmir. Deməli, avtomobil sahibinin yanında qardaşın gözünün qabağında karteri çıxartdıq ki, görək bu başmağın vəziyyəti nə vəziyyətdədir. Niyə gülürəm? Dünən əmiyə dediyim söz yadıma düşdü ki, dünən deməli avtomobili yoxlanış elədim. Dedim mən bunun başmağı qırılıb. Dedi yox qardaş, inanmıram, nə bilim belə elə. Yəni gördüm tərəddüd elədi də, yəni ya baxdı yaşımıza az olduğuna görəmi, yoxsa yəni özü maşallah olsun bir 40 ilin, 50 ilin yəni şoferidir. Daimə sükan arxasında olanda Allah bütün bu şoferləri içi elə bizim valideynlərimiz qarışıq, hamısının yollarda olanların hamısını qorusun. Yaxınlaş bura. Deməli, əmim bizə inanmadı. Əminin gözünün qabağında karteri sökdük. Bir də buna bax. Mən əminəm ki, belə bir hal heç kimdə olmayıb. Bəlkə də olar, yəni 1000 maşından ikisində. Bir də buna bax. Bax, gözünün qabağında sökmüşük. Bir dənə bax. Bax, bu vəziyyətə çatıb. Bax, bir dənə yağ kəfkirinə bax. Bunu görürsünüz, necə tutulub. Bütün kəfkirin ağzını tutub. Başmaqlar qırıq-qırıq. Bir dənə buna bax. Yəni, əl vurmamışam, hələ bax, indi əl vururam. Bax, başmağa bax, içindən çıxardıram. Qardaşım, görsən? Sən hələ şükür elə ki, sənin motorun dağılmayıb. Yəni, motora yağ qalxmazdı, Ondan sonra, yəni, sənin bugünkü günün xərcin mini içsə, sabah üçün olacaq 4000, 5000. Yəni, ən azı. Yəni, cilicə getməlidir, blok falan, yəni çox işlər görülməlidir. İndi sənətkar da özü bilir, yəni şofer adamdır. İndi bu avtomobildə sep başmaq dəyişimini də eləyəcəyik. Nə lazımdır, hamısını, bütün detaylı formada, videolarında çəkib avtomobil sahibinə də göndərəcəyik. Özü də burada oturub iştirak edib baxa bilər. Yəni, sözümün məqsədi bundan ibarətdir ki, bizim üçün fərq eləmir. Siz bizim yanımıza yaxınlaşırsınız, mən öz servisimdən danışıram, buradan danışıram, avtoklinikdən danışıram. Yaxınlaşırsınız bura, biz sizin maşınınızı kapotun qaldırıb yendirsək belə ödənişimizi alırıq, diagnostik eləsək də ödənişimizi alırıq. Bizim üçün fərq eləmir, sizin bugünkü günə 20 manat xərciniz var, yoxsa 1000 manat xərciniz var. Biz usta adamlarıq və öz zəhmətimizin qarşılığını alırıq. Vaxtından, çox sağ ol, əmizan, çox sağ ol. Vaxtından çox müddət uzatdıqca qulluğun, ondan sonra gəlib böyük bir fəsadlar törədir. Şükür bu günə ki, yəni bugünkü günü bunun motoru stuk deyil, klapanı əyilməyib, porşun partlamayıb, nə bilim, ciliz salamatdır. Yəni, şükür Allaha ki, yəni belə bir problemi gəlib çıxartmayıb. Çünki yağ qalxmasa bunların hamısı baş verə bilir. Ona görə də vaxtında öz servisinizə, öz ustavıza aparın, yoxlatdırın maşını. Yürüyüş məsafəsi nəndir. 130 mində də yəni bu vəziyyətə düşə bilirsə, yəni 180 mində də düşə bilir, hələ 200 mində də düşə bilir. Təbii ki, sürüşdən də asılıdır. Qardaşım, mən bunu dəyişəcəm inşallah, orijinalı ilə hamısını əvəz eləyəcəyik. Yəni, çalış vaxtında qulluğunu elətdir. Yağın ən yaxşısından tök, yağ filtrinin ən yaxşısından, hava filtri hər yağ dəyişmədə, yəni ki, turbon salamat olsun. Hələ turboya baxmamışıq, bilmirik ki, turboda nə var, nə yox. Turbonun vazgate klapanı buradan, turbon vazgate klapanında səs var. Nəysə, bütün maşında nə problemləri var, aşkar eləyəcək, yoxlayacaq, nə problemi var da inşallah çalışacaq ki, düzəldək ki, bir də 3 qat xərcə düşməsin. Bağla.